Doğru fikri müəyyən edin və seçiminizi əsaslandırın. Tacir anlayışlı insan idi. Biz ona düşüncəsiz deyə bilmərik. Çünki tacir meşədən yaralı bülbülü görüb ona laqeyd yanaşmır, gətirir evə sağaldır. Həmçinin baxır ki, o yanıqlı mahnılar oxuyur və bunun səbəbini anlamağa çalışır. Quş dili bilən bir adam tutur. Deməli, o düşüncəsiz bir insan deyildi. Müdrik də deyə bilmərik, çünki hadisəni özü çözə bilmir və e, yardım istəyir. Quş dili bilən adam tapır, gətirir, yardım alır. Yəni özü başa düşmür ki, bülbül nə üçün kədərli olmuş ola bilər. Amma anlayışlı deyə bilərik. Anlayışlı idi, çünki o yaralı bülbülün halını anlayır, onu evinə gətirir və sağaldır. Eyni zamanda bülbülün kədərli olmasını başa düşür, ona biganə yanaşmır e, və problemi həll etməyə çalışır, bülbülü azadlığa buraxır. Deməli, tacir anlayışlı insan idi. Əgər o bülbülü qəfəsə salmışdısa da, bunun bülbülə zərər vuracağı düşünə bilməmişdi. Çünki müdrik insan deyildi. Yəni biz ona düşüncəsiz müdrik deyə bilmərik, amma anlayışlı deyə bilərik.